Hər vaxtınız xeyir. Milli Məclisin son keçirilən iclasında asbest tərkibli dam örtüyünün satışı və dövriyyədə olması qadağan olunub. Doğrudan da bu bizim xalqımız üçün, bu bizim insanlarımız üçün, insanlarımızın yaşayış tərzinin dəyişməsi üçün çox ciddi bir qərardır. Bu xalqımızın inkişafına, təhsilimizin inkişafına, səhiyyəmizin inkişafına, insanlarımızın yaşayış səviyyəsinin artmasına təsir edəcək bir qərardır. Kəşki belə bir qərar qəbul olmasaydı. Kəşki doğrudan da insanlarımızın, xalqımızın, millətimizin rahat bir yaşayışa sahib oluna biləcəyi bir qərarlar qəbul olunsaydı bizim Milli Məclisimizdə. Kəşki millət vəkillərimizin bir qismi ən azından çıxıb xalqın xeyrinə bir ifadə səsləndirsəydi. Kəşki millət vəkillərimizin bir qismi bu xalqın talehinə yanardı, bu xalqın yaşayışına yanardı, bu xalqın hansı səviyyədə olmasını narazı olub, narahat olub bu Milli Məclisə bir dəfə bu xalqın xeyrinə bir çıxış edərdi. Axı nə vaxta qədər bu Milli Məclisdə xalqın heç bir xeyrinə dəyməyən, xalqa heç bir xeyri olmayan, demək olar ki, heç bir xeyri olmayan məsələlər müzakirə olunacaq. Axı dam örtüyünün qadağan olunması bu xalqın problemlərinin hansını həll edəcək? Xalq rahatmı yaşayacaq? Xalq firavan mı dolanacaq? Təhsili mi inkişaf edəcək? Səhiyyəsi mi inkişaf edəcək? Hansı problemlər aradan qalxacaq? Bu məsələlər elə bir cəmiyyətdə danışılıb, müzakirə olunur ki, o cəmiyyətin rifah səviyyəsi, yaşam tərzi normalın üzərində olsun. Bizim kimi cəmiyyətdə, bizim kimi problemlərlə dolu olan bir cəmiyyətdə bu tipli məsələlər Milli Məclisdə müzakirə olunmur. Bu tipli məsələlər Milli Məclisə ümumiyyətlə gəlmir. Niyə? Çünki problemlərlə doluyuq biz cəmiyyət olaraq. Bütün sahələrdə. Və mən ümid edirəm ki, nə zamansa o zaman gələcək ki, Milli Məclisimizdə doğrudan da bu xalqın xeyrinə, bu xalqın rifahının artmasına, yaşam səviyyəsinin artmasına yardımcı olacaq qərarlar nə vaxtsa qəbul olunacaq. Təşəkkür edirəm.